İmam Muhammed Baqir Aleyhisselam'dan nəql olunur. Həzreti Əmir el-Mu'minin Ali ibn Əbi Talib Aleyhisselam'dan ki, buyurur ki, din 4 şəxs vasitəsilə ayaqda duran möhkəmlənir. Birincisi, öz elminə əməl edən natiq alimin vasitəsilə. Yəni, bu şeylərdə ki, özü danışır, ona özü əməl edən alimin vasitəsilə din ayaqda durar. Dinin əmrləri cəmiyyət içərisində yaşayar. Ona görə Allah inşallah alimlərimizə can sağlığı versin. İnşallah Allah'ın elində bərəkət versin və eyni zamanda təqvalı alimin danışdıqlarını yerinə yetirən, özü əməl edən alimə çox böyük ehtiyac var. Dinimiz bu şəxslərin vasitəsilə möhkəmlənir. İkincisi, öz var dövlətindən Allah dininin əhlinə xəsislik etməyən varlığın vasitəsilə ayaqda dayanır, möhkəmlənir. Yəni, öz var dövlətinin vaxtında zəkatını, xumsunu, Allahın vacib gördüyü əmrləri yerinə yetirməklə xəsislik etməməklə, dinin istədiyi şeylərə xəsislik etməməklə din ayaqda durur. Üçüncüsü, öz ahirətini dünyaya satmayan, dünya ilə dəyişməyən, ahirətini dünya ilə əvəz edəməyən kasıbın vasitəsilə ayaqda durur. Yəni, bəzən kasıbçılığından bəzən bezər və neynəyər? Dünyasını ahirətlə dəyişir. Yəni, keçər ahirətində, deyər ki, nə var? Keçən dəfə danışdırır, deyər, nə var? Mənim üçün bu dünyada var. O dünya, bundan sonra nə olacaq istəmirəm. Elə deyil. Yəni, Allahın kasıbçılığı da bir, necə deyirlər, imtihan vasitəsidir. Ondan, yəni, ahirəti dünyaya dəyişməyi Allah bizdən istəmir. Dördüncüsü isə, elm öyrənməkdə təkəbbür etməyən cahil vasitəsilə ayrılırlar. Yəni, elmi harada olsa, çalışar ki, o elmin ardıca etsin, onu öyrənsin. Bilmədiyi şeyləri öyrənməyə çalışar. Yoxsa bilmədiyi şeylər haqqında danışmaz və yaxud çalışar ki, həyatda bilgili olsun. Deməli, hər zaman alim öz elmini gizlətsə, hər zaman varlı zəngin öz zənginliyinə xəsislik eləsə, hər zaman kasıbçılığına görə dünyasını ahirətə dəyişsə və cahildə elm öyrənmək istəməsə, dünya geri qaytar. Yəni, həyatımız yalnız dünyadan ibarət olar. Məhyənə və məmətlə, yəni ölümümüz və yaşayışımız, ibadətimiz və itaətimiz fərqi yoxdur. Nə edirsə, ancaq dünya üçün var. Ancaq dünya üçün var. Bu şeyləri sağlamaqda məqsəd oldu ki, Həzrət Əsəlam. Din bu 4 kəsimin üzərində dayanar. Bunlar yerinə yetməsə, onda hər şeylə dünya üçün var. Ahirət üçün bir şey olmaz. Onda din üçün hiçbir şey qalmaz. Və xüsusən də Həzrət Peyğəmbərimizdən hədis var. Buyururlar ki, zəkatını verməyən qiyamət günündə müsəlman olaraq həşr olmaz. Bu 4 dənədən ki, biri o şey, varlı öz imkanından, hepsi varlıdan söhbət getirir. Zəkatını verməyən, bunlardan Həzrət Peyğəmbərimiz buyurur ki, qiyamət günü müsəlman olaraq həşr olmaz. Bir gün Həzrət Peyğəmbər Mədinədəykən xurma yığılan vaxtında, xurma yığılıb, bağlardan xurma yığılıb və sahabələrinin xurma bağlarından yığılan xurmanı gətirdilər Həzrət Peyğəmbərimizin elinə. Bir qab axtardılar ki, bəs bir qab ona görsünlər xurmanı, tapa bilmədilər. Həzrət Peyğəmbər bula dedi ki, diyor ki, o bərk yerə dönsün. Möhkəm bir yerə
hörmət götürür. Qul təəssüf elədi, xurmanın bağlamaqında yaxşı bir xurmanı gətirdi, Həzrət Peyğəmbər özü tökür, yerə tökür. Bəsdir. Həzrət Peyğəmbər buyurdu, dedi, ey Allah'ın bəndəsi, əgər Allah yanında dünya malının milçəyin qanadı qədər qiyməti olsaydı, Allah o dünya malını kafirlərə verməzdi. Allah'ı tanımayanlara verməzdi. Yəni, bu dünya malı elə qiymətli olsaydı Allah yanında, ki, o da Allah'ın Peyğəmbəridir, onda Allah bu dünya malını lazımı yerlərə xərcləyərdi. Hədisdə var, deyir, şeytanın qoşunları Həzrət Peyğəmbərin bu sözünü eşitdi. Şeytanlar, iblislər. Gəldilər, şeytana dedilər. Dedilər ki, Peyğəmbər belə deyir, onun gözündə dünya malının qiyməti yoxdur. Görəsən, onun ümməti də belədir, bəs bizim işimiz nə olar? Şeytana deyə, şeytanın boşuna müraciət edir. Şeytan cavabında edir, düz deyir, Peyğəmbərin ümməti bütpərəst deyirlər, bütə sitayiş eləmirlər. Amma onlar dünya pərəstdirlər. Nə var? Orada da bütpərəst, dünya pərəst. Pərəstişkarlıq var. Bütə də olmasa dünyaya var pərəstişkarlıq. Ona görə biz onların dünya pərəstişləri vasitəsilə yollarından çıxarlarıq. Biz bu ümməti dünyaya sevgilərinə görə yoldan çıxarlarıq. Onları üç şeylə əsasən yoldan çıxarlarıq. Birincisi, haram yolla mal qazanmaq ilə onları yoldan çıxarlarıq, azdırarıq. Yəni, dünya malını o qədər şirin edəyək ki, onlar halal, haram baxmadan, sərhəd tanımadan, istənilən yerdən pul qazanmaq özlərinə, mal dövlət qazanmaq özlərinə məşğul bilərlər, qanunu bilərlər. Mal dövlət qazanmaqda sərhəd tanımazlar, Allahın hədlərini tanımazlar. İkincisi, qazandıqlarını haram yola sərf edərlər. Ola bilər, halaldan da qazansınlar. Amma qazandıqlarını haram yola sərf edərlər. O şəkildə onları yoldan çıxarlar. Üçüncüsü isə onlara əmr olan Allahın vacib buyurduqlarını zəkatı və xümusu verməyə xəsislik etdilərdir. Qoymarım, onlar asan çıxardıb Allahın əmrini yerə yetirsinlər. Yəni, xumsunu və ya zəkatını verməyə çalışsınlar. Ona görə, əziz qardaşlar, şeytanın bizi yoldan çıxartmaq üçün elə vacibdir ki, alnımız gecə gündüz yerdə möhürdə olsun. Gecələr ibadət, gündüzdə oruç tutar. Amma bəzən şeytan bizi bizim ən çox sevdiyimiz yerdən vurar. Dünya sevgisindən, mal dövlət sevgisindən. Ki, hamıdan yaxşı mənim olsun, hamıdan yaxşı ev mənim olsun, hamıdan yaxşı maşın mənim olsun, hamıdan yaxşı mənim paltarım olsun, mənim yaşayışım olsun, mənim şəraitim olsun, ha belə, bilirdik, ömür gəldi çıxdı sona. Həzrəti İmam Rıza Aleyhisselam buyurur ki, deyir, Allah bir şeyi digər bir şeydə vacib buyurur Quran-ı Kərimdə. İki şeyi yanaşı zikredir. Məsələn, Quran-ı Kərimdə namazla zəkat bir 33 yerdə gəlir. Namazla və aqimus sələtə və ətüz zəkətə. Namazla zəkatı Allah bir yerdə vacib buyurur. Yəni, namaz qılıb zəkat verməyi bərabər şəkildə. Namaz qılıb zəkat verməyənin namazı. Namazla zəkatı bərabər şəkildə. İmam Rıza Aleyhisselam deyir ki, bunlar ikisi birbirine bərabər qalsın. Biri nedir? O birisi etməmək, o birisi aparır. Namaz qılıb zəkat verməyənin namazına qəbul olmaz. İkincisi, şükürdür ki, təşəkkür. Allah'a şükür etmək, Allah'ın neymətlərinə şükür etmək. Allah'a şükür edib, valideynə, valideynanın Allah şükrünü qəbul edəməz. Deyir, hələ yanındakı valideynə bir təşəkkür elə,
Hələ gözün qabağındadır. Ona şükürdən başlayın. Ona bir asıl olma. Ondan sonra hələ məni görmürsən. Görmədiyimə nətər təşəkkür edirsən? Hələ bir gördüyümə gözün qabağında təşəkkürlər. Ona görə deyil, valideyn olanın şükrü də qəbul olmaz. Deməli şükür, Allaha şükür, valideynə təşəkkürlə qəbul olunur. Üçüncüsü isə buyurur ki, təqvalı olmaq sileyləhlə təqva olar. Sileyləhli insan təqvalı ola bilməz. Təqvanın şərtlərindən əsası sılə-tür rahmdir. Qohum əqraba ziyarətidir. Qohum əqrabasını yaddan çıxardan elə bilməsin ki, elə Allah onun yanındadır. Allahın əmr elədiyi hələ yer üzərində yanındakı nümunələridir. Onları bir yerdə yetir. Onları yerinə yetirən inşallah Allahdan qorxandır. Allahın pəhrizkarlığına əməl edəndir. İnşallah Allah bizi zəkat verənlərdən, xubus verənlərdən qərar versin.